Bakıda türk dilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədi ilə Türk Dövlətləri Təşkilatının media forumu keçirilir. Forum çərçivəsində müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar, Türk dövlətlərinin media ekosistemi nümunəsində mövzusuna həsr olunmuş panel sessiya təşkil edilib. Ölkənin aparıcı media qurumlarının rəhbərlərinin, tanınmış jurnalistlərin də iştirak etdiyi toplantıda Azərbaycan Milli Mətbuatının keçdiyi yoldan, müasir dünyadakı yerindən danışıldı. Medianın İnkişaf Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli ölkələrin informasiya məkanına müdaxilə məsələsinin son dərəcə vacib olduğunu dedi. Bildirdi ki, media yarandığı gündən etibarən müxtəlif təhdidlər fonunda formalaşıb. Media təhdidlərin artdığı şəraitdə böyüyüb, inkişaf edib və təhdidlərə qarşı ümumi strategiyalar formalaşdırılıb. Son illər ölkəmizin informasiya məkanına artan çoxsaylı təhdidlərin və informasiya təxribatlarının qarşısını almaq üçün Azərbaycanda hüquqi müstəvidə işlər tam yekunlaşıbdır. Yeni media haqqında qanun, hansı ki əvvəlki qanunların öz mütərəqqi prinsipləri ilə və mahiyyəti ilə fərqlənirdi. Azərbaycan informasiya məkanının qoruması üçün çox ciddi bir hüquqi immunitet yaradıbdır. Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir iş bilir, bəzən saxta xəbərlər və manipulyativ məlumatların yalnız gündəlik informasiya axınında deyil, hətta müxtəlif komplo nəzəriyyəsinin yazılmasında da istifadə olunmasını bildirdi. Türk dünyası yeni bir rönesans, yeni bir diriliş dönemi yaşıyor. Bu diriliş döneminde haklı bir davamız da var, dayanışma hakkı çerçevesinde bir araya geliyoruz. Bazen düşmanlarımıza karşı aynı cephede savaşıyoruz. Fakat burada haklı davamızı ve tezlerimizi anlatacak enstrüman da medya. Yani dirençliliği artırmak için hem taze kana hem bu uydu teknolojisi dahil demin de ifade edildi. Bu yeni kapasiteleri inşa etmeye ihtiyacımız var. Təşkilatda üzv dövlətlərinin 30-a yaxın media və kommunikasiya sahəsində məsul yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi media forumda həm təhlükəsiz informasiya mühitinin formalaşdırılması, rəqəmsal media tendensiyalarının operativ şəkildə mənimsənilməsi, kadr potensialının gücləndirilməsi və media savadlılığının ictimaiyyətdə geniş təşviq edilməsi məsələləri, aktual məsələlər müzakirə olunub. Sonra iclas müzakirələrlə davam etdi. Bəturə Nəbiyeva, Nadir Cəllov, Space.